İnsanın mənəvi inkişafının, mənəvi tərəqqisinin əsas şərti diqqətinin an Allah'ta olmasıdır. Desək ki, Allah insandan nə istəyir? Bir kəlmə. Çox şey sorulur, bir kəlmə. Allah yaratdığı insandan nə istəyir? Bir kəlmə budur ki, məni yad elə. Vəssalam. Bir cümlə budur. Hər şey bunun içindədir. Mən yadında olum. Mən yadında olum. Qiyamət günü həyatımızı hesablayacaqlar. Biz nə qədər yaşamışıq? Allah'ı yad elədiyimiz qədər. Qalanlara ömür deyil. Ad günümüzdə ona görə deyiləm elədir. Ad günümüz zamanın keçməklə deyil. Ad günümüz nə qədər Allah yadımızda olub. Ona görə görürsən 50 yaşlı kişidir, 5 yaşı var. 5 il yad eləyib Allah'ı. Bu 5 yaşlıdır qiyamət günü. Adam da var, yaşından daha çox sayılacaq. Çünki hər saniyəsi Allahla keçib və o maddi zaman çərçivəsini aşıb bu insan. İnsan Allah'tan daim yerə feyz nazil olur. Elə bir ki, hər an Allah'tan feyz nazil olur, dayanmadan, fasiləsiz. Sən nə zaman o feyzi əldə edirsən, o zaman ki, sən Allah'a yad edirsən, kanal açılır sənin ruhunla Allah arasında. O anda sən o feyzi qəbul edirsən. Elə ki, unuttun, qapanır, bloklanır və o feyz sənin qəlbə daxil olunur. Nə qədər onu çox yad edirsən, həmin anda Allah'tan o rəhməti, feyzi qəbul edirsən. Fikir yayında dayanır. Namaz deyir, meyracdır. Namaz müminin meyracıdır. Yəni səni ucaldır. Ucalmaq nə iləndir? Namazda Allah yad edirsən. Əqimis sələtə li zikri. Namaz qıl ki, məni yad eləyəsən. Namaz bunun üçündür ki, yadıma salıram Allah var. Namaz budur. Hər namazda sən daha üstün bir aləmdə olmalısan. Hər namazda. Hər namazda. Meyrac çünki davamlı yüksəlişdir. Zöhürdə bir aləmdəydin, əsrdə başqa aləmdə daha üstün, Şamda daha üstün, xiftəndə daha üstün. Günbəgün hər namaz səni daha başqa bir aləmə seyr elətdirirsə namaz meyracdır. Yoxsa ki, yox. Nərdivan kimidir, hər pilləsi səni yuxarı qaldırır. Amma biz çoxumuz belə deyilik. Bizim çoxumuz necəyi? Hadisələr bəzən elə gətirir ki, əl-ələ verir hadisələr ki, birdən biz Cənabımızın yadına düşün ki, Allah var. O da biz nazla, doğrudan da Allah var. Sonra hadisə bitən kimi yenə yaddan çıxdı. Məsələn, gedirik dəfnə birini dəfn eləməyə. Bir nəfər gərək ölsün, çiynimizə qoyaq, aparaq. Allah bunu bəlkə onun üçün öldürüb ki, mənim yadıma özünü salsın. Aparaq, dəfn, o həngamənin içində, biraz fikrə gedək, axır belədir, aqibət budur. Aqibət budur, bundan sonra nə olacaq, yad eləyir, elə oradan minir maşına, vəssalam, başladı nədənsə danışmağa, hər şey yaddan çıxdı. Yad eləmək davamlı olması lazımdır, davamlı olması önəmlidir. Həmişə yadında olsun, həmişə oyla olasan. Və insanın yaşayışının ləzzəti bundadır valla. İnsan adlı varlıq bundan başqa heç nədən ləzzət ala bilmir. Ala bilməyəcək. Künci bəlada fikrün ilə lal oturmağı qəsri behişdə söhbət-i huraya vermərəm. Bunu Raci yazıb. Künci bəlada fikrün ilə lal oturmağı qəsri behişdə söhbət-i huraya vermərəm. Arif adamda görün, 2 misrada hər şeyi çatdırıb. Bütün sən insanın ruhu elə qurub-quraşdırıblar ki, sənin yeganə ləzzət mənbəyin onu yada salmağındır, onun haqqında düşünməyindir. Ondan gələn feyz ancaq onu yad eləməkləndir. O ilə olmayan heç bir şey ləzzət ola bilməz. İnsanın ruhu pərişan olar. Əstəğfirukə min kulli ləzzətin bi qeyri ləzzəti zikrik. Tövbəyə bax. Deyir, sənin zikrimin ləzzətindən başqa bütün ləzzətlərdən tövbə edirəm. Yəni, zaten ləzzət deyil axı. Adını ləzzət qoyublar. Yoxdur ləzzət. İnanmırsınız cavanlar,
70 yaşda kişilər, 60 yaşda, 50 yaşda, bizim də yavaş-yavaş 50 yaşımız olacaq bir kişilər soruşun, təcrübədən deyəcəklər ki, vallah boş şeydir. Boş şeydir. İnsan üçün bir ləzzət təyin olunub ki, məşuqun zikri, məşuq haqda düşünmək, onu yad eləmək. Getdikcə gedirsən ləzzət aləminə, qərq olursan. Allah bir şey soruşur ki, mənsiz necə xoş keçirsən, hə? Necə olur ki, sən mənsiz, sən üçün gün xoş keçsin, yaxşı keçsin. Bir alim insanları toplayır məscidə, Allahdan danışır, şəriətdən danışır, təriqətdən, mərifətdən, həqiqətdən, irfandan filan danışır. İnsanları hazırlayır, deyir, qiyamətdə Allahın sualları var, onlara indidən cavab hazırlayın. Allah soruşacaq namazdan, orucdan, zəkatdan, xumsdan və s. danışır. Deyir, bu suallara cavab verməyə hazır olun. Həyatınız barədə, dostunuz barədə, malınız barədə filan danışır. Bir arif keçirmiş, arif dayanır, cəmaata üzün tutur, deyir, qulaq asmayın buna. Həzrət Haqqın Allahın çox sual vermək hövsələsi yoxdur. Özünə məxsus deyir bunu, hövsələ Allaha aid olan. Allahın deyir, çox halı yoxdur, 100 dənə sual versin. Allah bir dənə sual verəcək. Nə sual verəcək? Deyəcək, mən səninlə idim, sən kimlə idin? Sual budur. Mən səninlə idim, sən kimlə idin? Bunu birbaşa mənada qəbul eləməyin. Bəli, namaz da soruşulacaq, oruc da, amma ümumiləşdirsə mənası budur. Ümumiləşdirsə mənası budur. Bir sualdır. Allahla olasan, Allahla olmaq da dərəcədir. Nə qədər Allah özünü sənə göstərdi, Allahdan nə qədər gördün, dünyada biz bu, hərəyə bir qədər göstərib özündən. Burada indi adamlar oturub, hamımız oturmuşuq, hərə bir aləmdədir. Yan-yana oturub, amma hərə bir aləmdədir. Hansı aləmdəsən? Nə qədər Allahdan əxs elədin, nə qədər Allahdan görə bildin qəlb gözündən? Hansı hissəsindən xəbərdar oldun? Hissə demək düz deyil Allaha, yəni nə qədər mərifət kəsb elədin barəsində? Qədirxum günü arxada qaldı, biz yox idik deyə xütbə oxuyanmədi, mənim ürəyimdə qalır həmişə. Dünən yaxşı ki, bir məclisdə idi, elə orada biraz adam özünü sakitləşdirir ki, Həzrət Əlidən danışsın. Çünki bu lütfdür də onun barəsində, Qədirxum haqqında danışmaq. Qədirxum imamətin günüdür. İmamət nədir? İmamət yəni imamət günü, Qədirxum nədir? Qədirxum yəni imamla beyyəti təzələmək. Hər il. O imam kimdir əleyhissalam? Mizanul əmaldır. Əməllərin ölçüsü odur qiyamətdə. Əli ilə ölçəcəklər əleyhissalamla insanları. Yəni özü həmişə onunla müqayisə elə. Odur mizan. Ölçü odur. Onunla müqayisə elə. Onun fəzilətlərinə bax. Biz bu qədər ki, Həzrət Əlidən fəzilət danışırıq. Biz necə gəlib çatıb bu bizə? Tarix boyu qadağan olunub danışmaq hələ bu qədər gəlib çatıb. Cəmaat rahat danışmıyor və şərait yaratsınlar, çıx Həzrət Əlidən danış. Həzrət Əlidən danışmaq tarix boyu cinayət olub. Dillər kəsilib, başlar kəsilib. Bütün bunlardan sonra bu qədər fəzilətləri ilə günəş kimi parlayırsa, bu insan haqqında danışmaq icazəsi verilsəydi nə olardı? Hələ bəzi fəzilətlərini Peyğəmbər deyib ki, gizlədirəm ona görə ki, qorxuram ona ibadət eləyəsiniz. Birazın Peyğəmbər gizlədib ki, başa düşməyəcəksiniz. Bir xeylisində şərait gizlədib. Bütün bunlardan sonra nə qədər fəzilətlər var barəsində. Başqalarını şişirdiblər, onu kölgədə saxlamaq üçün. Onun fəzilətlərini başqalarına veriblər. Bütün onun həyatında olan şeyləri başqalarına bölüblər ki, bunlar da bitər. Amma görsən ki, yenə də o qədər parıldayır ki, hamı kölgəsində qalır. İtir hamı onun qarşısında. Elə bir adamdır ki, düşməni də yaxşı tanıyıb. Hamı fəzilətlərini etiraf edib. Həzrət Əlinin yanında olan bir adam küsüb gedir Muaviyyənin yanına. Nəsə istəyib Həzrət Əlidən, o da qurban olduğunu verməyib. İstəyib nəsə, o da verməyib.
Çıxıb ki, Muaviyyənin yanına. Rüşvətlə adam almayıb, bax, Həzrətləri Aleyhisselam Esra. Rüşvətlə adam artırmayıb. Gəlir Muaviyyənin yanına, indi istəyir ki, nəsə qopartsın da Muaviyyədən. Deyir ki, ən xəsis adamın yanından, ən səxavətli adamın yanına gəlmişəm. Muaviyyə deyir. Həzrət Əliyə xəsis deyir, Muaviyyə səxavətli. Sonra biraz da o da neynir? Hər bunu deyəndə çıxardır, biraz pul verir ona. Din bazarı açmışlar da, belə alırdılar adamları. Həzrət Əlinin əleyhinə danış, pul verək. Həqiqətən ha, belə də saxta hədis uydur, belə din bazarı idi, din alveri ilə məşğul idilər. Sonra deyir ki, biraz da ürəklənir, deyir ki, insanların sözünə bax, ən qorxağının yanından ən şücaətlisinin yanına gəlmişəm, Muaviyyə deyir. O deyir, biraz da buna dinardan, dirhəmdən, nəmlədən verir. Götürür, sevinir, məclis qutarır, cəmaat dağılışır, Muaviyyə çağırır, deyir, amma elə bilməyəm, məni aldatdın. Elə bilməyəm, məni aldatdın. Əlinin şücayəti o qədər çoxdur ki, bütün şücayətlər qabağında titrirsən, mənə deyirsən ki, qorxağın yanından, şücayətin yanına gəlmişəm. Əlidən səxavətli adam var, deyirsən ki, xəsis adamın yanından, səxavətlinin yanına gəlmişəm. Deyir, əlinin iki təpəsi olsa bir arpadan, bir qızıldan, əli qızıldan olan təpəni daha tez Allah yolunda ihsan edir. Məsələn, bir dağ ola qızıldan, bir qədər də məsələn arpadan, belə Muaviyyə tərif edir. Bir dağı olsa qızıldan tez onu xərcləyər, Allah yolunda paylayar. Arpadan daha tez paylayar. Nə qədər qiyməti daha çoxdur, əli daha tez Allah yolunda onu verir. Beytulmalın qızılını filanını hamısını verirdi, hələ özünün olmayanda Beytulmal. Gəldi orada namaz qılırdı, deyir ki, şahid ol ki, mən heç nəyə xəyanət eləmədim. Heç nəyə, sərvətini, varını, mən o qədər dastanlar adam oxuyur, heyrətlənir. Vaxt yoxdur, heyif. Yəni, bilirsiniz, az qala-qala axırıncı qəpiyini aparıb fəqirə veriblər. Xanım Zəhra deyib, uşaqlar acdır. Hətta Peyğəmbər gəlib ona bir məbləğ pul verib. Küçədə gedirmiş, bir nəfər deyir, yaxınlaşıb ki, mən bu dəvəni təcili satmalıyam. Onu alıb, sən demə, bu Cəbrail imiş. Belə də, heyf ki, deyəndə vaxt yoxdur, bu yaxında o rəvayəti görmüşdüm. Adam heyrətlənir ki, Allah axıra qədər bunları imtihan edib ki, bilir ki, ailəsinin yanına qayıdacaq, ailəsi acdır, yenə də qəpiyinəcən verir. Biz ehsan deyəndə biz nə edir? Biz deyir, hər şeyimiz olandan sonra qalıb bunu da verək bir yoxsula. Bunlar isə özünə məxsus olanları veriblər. Deyim, onu dedi Muaviyyə, mən dedim ki, bəs bunları bilə-bilə niyə vuruşursan Həzrət Əli ilə? Deyir, üzüyünü göstər, dedi, buna görə. Üzüyü səltənət rəmzi sayılır. Səltənət. Dedi, buna görə. Bundan keçə bilmirəm. Yoxsa hamı bilir ki, Əli, Həzrət Əli Aleyhisselam bilir ki, zamanə məni o qədər alçaltdı ki, dedilər Əli və Muaviyyə. Allahın yanında qərar tutmuş adamı, indi biz gəlirik, kimlərləsə müqayisə edir. Allahın ərşindən yerə inmiş adam gəlib indi müqayisə olunur. Hələ haqlılığını sübut eləməyə çalışırıq ki, bu bundan daha haqdır. Deyir, vəziyyət belə gətirdi. Onun sevgisi fitrətdədir. Fitrətin tələbidir. Hamı fitrətən ona aşiqdir. Onun sevgisi heç zaman qəlblərdən çıxmayacaq. Çünki fitrət nuru sönməz. Fitrət nuru heç zaman sönməz. Əlinin bütün fəziləti bundadır ki, Əli Allahı yadımıza salır. Mən bugün qarışıq danışıram özüm, sözümün əvvəlinə qayıdıram. Əli Aleyhisselamla bağlıdır bu irfan deyə, mən elə Həzrət Əli ilə bugün bağlı bir neçə söz danışacağım. Allahı bizim yadımıza salır və bizim, bir daha deyirəm, Allah bizdən istədiyi şey budur ki, biz onu yadımıza salaq, onu tanıyaq. Zamanı ilə bağlı da məsələ deyil. Bəzilər deyir ki, bu texnologiya əsrində arif olmaq olar, irfan filan, bunların da zamanəsi keçib. Bir alim gözəl cavab verirdi. Deyirdi ki, irfan da, texnologiya da eyni cinsdəndir. İkisi də eyni cinsdəndir. Nə mənada? Deyir, texnologiya insanları
xarici divlərə hakim olmağa. Yəni texnologiya nədir? Xaricdə olan divləri tabe elətdirməsi. Div nəyə deyir? Deyir, bu enerjidir, bu küləkdir, bu nə bilim mən yağışdır, bu təbii gücdür, qüdrətdir. Bunları sən özünə tabe etdirməsən div kimidir səni yiyəcək, elə deyil? Təbii fəlakətlər. İnsan bu ətraf mühitdə olan divləri özünə tabe etdirmək üçün texnologiyalar icad edir. Ona hakim olmaq üçün. Yoxsa onlar buna hakim olacaq. Bu texnologiyalar insan qüdrətinin təzahürüdür. Və bunlara sahiblənmək lazım. Müsəlmanlar gərək özləri sahiblənsin və icad eləsin. Bu işlə məşğul olsun. Xarici qüvvələrə hakim olmaq texnologiyadır və insanın daxilində də divlər var axı. Divlər nədir? Şəhvətdir, qəzəbdir, tamahdır və s. Bunlara da hakim olmaq irfandır. Görürsən, ikisi də eyni növdəndir. İkisi də eyni növdəndir. Amma insan xaricdəki divlərə hakim olsa, özü də div olsa nə olacaq? Onda hər şey bu divə xidmət edəcək. İndi görürük dünya necədir. Texnologiya divin xidmətində, divlərin. Amma yox, insan öz içində olan divlərə hakim olsa və ətraf mühitə hakim olsa, o zaman texnologiya olacaq haqqın xidmətində. İrfan budur. İrfan zamanla köhnəlmir. Zamanla daha da təzələnir, daha da zəruri olur. Din deyir, ikisini də paralel apar. Həm texnologiyalara sahib ol ki, ətraf mühitə hakim olasan, ondan zərər görməyəsən. Həm irfan sahibi ol ki, daxilvə hakim olasan, üçün sənə zərbə vurmasın. Sənə iki istiqamətdən zərbə gəlir, onları zərərsizləşdirmək üçün sən elmi inkişafa və irfana sahib olmalısan. Həzrət Əli Aleyhisselamın sözü ilə desək, əvvəluddin mərifətuh. Deyir, dinin əvvəli Allahı tanımaqdır, mərifətdir, irfandır. Demir Allahı sübut eləmək. Allahın sübuta ehtiyacı yoxdur. Allahı tanımaq. Sən kimliyini öyrən Allahın, varlığına şübhə yoxdur Allahın. Bu necədir? Qəlblə. Bunun üçün çalışırıq. Neçə cümədir bu mövzulara toxunuruq. Tohidə yol qəlbdən keçir. Həzrət Əli Aleyhisselam həmişə, biraz bəhs ağırdı, üzr istəyirəm də, bugün Həzrət Əlidən söz düşüb də. Əli Aleyhisselam deyir, həmişə İxlas surəsini oxuyardı, Tohid surəsini, Qul Huvallah surəsini. Səfərə gediblər Həzrət Əli ilə, gəlib şikayət edirlər ki, bu Əli uzun surələrdən oxumur. Elə ancaq İxlas surəsini oxuyur. Peyğəmbər buyurur ki, bu surə Əliyə xasdır. Dəhşət sözdür bu. Yəni, İxlas surəsi, Qul Huvallah surəsinin zirvəsi Əlidir. İxlasın zirvəsi odur. O tohidə qərq olub, yəni. Özü haqqında görün nə deyir? Deyir, ənən nüqtətü təhtəl bəb. Deyir, mən Bismillahın bığsının altında olan nöqtəyəm. Bismillahirrahmanirrahim. Ərəb dili bilənlər bilir ki, bəyənin altında bir nöqtə var. Bunu alimlər belə izah edir. Əlif Allahdır. Ni istər lovh edələm, coz əlifi qaməti yar. Çekonəm hərfi digər yad, nədad ustadəm. Deyir ki, qəlbimin lövhəsində bir dənə əlif hərfi var. Başqa hərf yoxdur. Neyniyim, ustadım başqa hərf öyrətməyib. Əlif Allahın rəmzidir. Bismillahın əlifi. Deyirlər Allahın rəmzidir. Allaha işarədir. Və bu da Həzrət Peyğəmbərdir. Deyir, nöqtə mənəm. Nöqtə bax o bığının zinətidir, sirridir, həqiqətidir. O vilayət mənəm. Peyğəmbərliyin canı mənəm. İmamətdir, mənim imamətimdir. Ona görə də onu tanıdıqca, kamil insanı tanıdıqca adam Allahı tanıyır. Qədir gecəsi Quran nazil olub, cəmaat gecə axtarır. Deyir, hansı gecədir o Qədir gecəsi? Amma həqiqi Qədir gecəsinə bax gəlir. O nöqtəyə çatanda, bığının nöqtəsinə çatanda Qədir gecədir sənin üçün. Əlini tanıyanda, onun barədə mərifətə çatanda. Ənə Mədinətül ilm və əliyyum babuha. Mən elmin şəhəriyəm, Əli onun qapısıdır. Mərifət yolunu bu qapılardan keçin gedin.
Buradan keçin gedin. Onun vücudu ilə Peyğəmbəri tanıyın və Peyğəmbərin vücudunda Allahı tapın. Özü buyurur Peyğəmbər ki, mən rəani fəqəd rəəl haqq. Kim məni görsə haqqı görür. Haqqı mənim vücudumda görür. Bir də söhbətimin əvvəlinə qayıdıram. Dedik ki, ləzzət Allahı yad eləməkdədir, Allahla olmaqdadır. Əleyhissalam müttəqilərdən danışanda yadınızda nə deyirdi? Deyirdi ki, və nəşatən fil huda, təqvalının sevinci nədədir? Sevinci hidayətindədir. Yəni, yaxşı işdən ləzzət almalıdır adam. Nəyə sevinməlisən? Hidayətivə sevinməlisən. Nə yaxşı ki, doğru yoldayam. Adam pis şeydən ləzzət alsa, deməli, dəstgah xarab olub. Fikir verin, bizim cismimizi elə tənzimləyiblər ki, bizdə iyi bilmə hissi var. Bir xarab yeməyə gətirəndə burnumuz o qoxunu hiss edir, biz atırıq onu kənara. Bir dənə adam qoxulanmış, iyilənmiş yeməyi ləzzətlə oturub yeyə bilər. Amma deyərsən ki, bunun yəqin iyi bilmə hissi yoxdur. Bu xəstədir. Adam heç zaman çirkin şeydən ləzzət ala bilməz. Alırsa deməli, nəsə içində xarabdır, düz deyil. Mədə qaytaracaq və ruh da qaytarır. Ona görə dedim ki, hissədən çalışır adam ləzzət almaq istəyəndə baxsın, bu yaxşı şeydir, hə, ondan ləzzət alsın. Yaxşılıqlardır ləzzətin mənbəyi. Qeybətdən, yalandan ləzzət alırsa, deyir, qeybət şirindir. Qeybət şirin deyil, sən xəstəsən ki, qeybət şirindir. Xəstə adamın dadını bütün pozulub da, sistem pozulub. Bilmir, şirin nədir, acı nədir. Yaxud deyirləri, haqq acı olar. Kim deyir, haqq acı olar? Zəlikə bi ennəllahu vəl-haqq. Allah haqdır, Allah acıdır. Sənə haqq acı gəlirsə, deməli, sən xəstəsən. Haqq baldan da şirindir, haqq əhli üçün. Haqq əhli haqqı axtarır, haqqı dadmaq istəyir, haqqı demək istəyir, haqqı eşitmək istəyir. Əleyhissalam buyurur ki, möminlərin sevinci hidayətindədir. Mən düz yoldayam, bunun sevinci ilə yaşayırlar. Ən böyük bəla budur ki, adam azğınlıqlı olsun. Qədirxun bayramıdır deyə bunlar haqqında bir daha Əleyhissalamın baxışı ilə danışıram. Ən böyük bəla budur ki, adam olmasın. Adamlıqdan çıxsın. İnsan içində bir insan var, onu öldürəndə ən böyük bəlaya düşər olur. Deyirlər, Həzrət Əlini İbn-i Mülcəm terror elədi. Həzrət Əlini terror eləmədi İbn-i Mülcəm. Həzrət Əlini öldürmək mümkündür. Həzrət Əli ölməzdi. O, bu dünyadan xilas oldu, dedi, Fusto və Rəbbil Kəbə, and olsun Kəbənin Rəbbinə qurtuldum. İbn-i Mülcəm öz içində olan insanı öldürdü. Həzrət Əlinin də ona ürəyi yanırdı axıra qədər ki, sən içində olan adamı öldürdün bugün. Özü terror elədi. Mənə sən heç eləmədin. Mən arzuma çatdım. Mən nicat tapdım. Bu günlərdə Həzrət Əliyə görə Allaha şükür eləyək. Biz hərdən elə bilir, belə də olmalıdır. Nəcəfdə adam baxır, deyir, Allah, nə yaxşı ki, mənim belə imamım var. Bir alim deyir ki, Allahın bir əlisi var, o da bizə qismət olur. Peyğəmbərin bir əlisi var, o da bizə imam olur. Ondan sonra adamın nəyə çatmır? Desin, ilahi, heç səcdəyə gedib deyirsiniz ki, ilahi, şükür Əliyə görə, Əleyhissalama görə. Şükür ki, bu Həzrət-i Mövlanı yaratmışsan bizim üçün, bizə imam olmaq üçün və biz onu tanımışıq, onun imamətini qəbul eləmişik. Allahın sirridir, Allahın yer üzündə sirridir. Və sirrini deməyə adam tapmır. Mən tarixdə oxumuşam, haçan kimsə gəlib ondan sirdən soruşanda ürəyi sevinib, bilirsiniz? Ki, nə yaxşı bunun əhli var. Kumeyl gəlir, deyir, mənə sirlərdən danış. Deyir, Kumeyl, sən tez-tez bizim yanımıza ged-gəl eləyirsən. Ona görə bizim boynumuzda haqdır ki, səni bu mərifətə bölüşək səndən. Biraz hərdən tez-tez gedəndə qapılarına, axır qapını açırlar. Biz tez yoruluruq. Əleyhissalamın qapısına gedək, tez-tez, təvəssül eləyək, istəyək. Fərqi yoxdur, onun bədəni torpaq altındadır. Əlinin ölüsü, dirisi yoxdur. Əliyə ölü sözü yaraşmır. Bu bizi görür, eşidir. Allahın övliyalarının əhatəsi var. Allah bu qüdrəti verib onlara. Allahın verdiyi qüdrətdir təbii ki. Məhrəm olaq Həzrət Əleyhissalama. Meysəm kimi, deyirlər, onun bugün şəhadət günüdür. Meysəmin.
Meysəm kimi sirlərinin məhrəmi olaraq, burada oturan hər bir adam meysəm ola bilər. Kim desə ola bilmərəm, Allaha inanmıyım. Meysəm ola bilər. Sirlərini desin bizə. Bizə ki, meysəmə demişdi. Meysəm kimi sirlərindən agah olaq ki, dar ağacına çıxmışdı, dar ağacından asmışdılar, qollarını mismarlamışdılar. Dar ağacında cəmaata deyir, yaxına gəlin, mənə baxmağa gəlməmişsiniz, nəyə tamaşa edirsiniz? Yaxına gəlin, sizə Əlidən danışım. Dar ağacını minbər eləyib, Əlinin fəzilətindən danışır. Həzrət Əli demişdi ki, bir gün Bən Üməyyənin ən pislərindən biri səni mənə lənət oxumağa vadar eləyəcək. And olsun, Allah elə şey eləməyəcəm. Bunda xurma ağacını göstərdi, dedi ki, bu xurma ağacı sənin üçündür, səni bundan asacaqlar. Deyir, gəlib su verirdi ona, böyüdürdü öz əli ilə. Deyirdi, səni mənim üçün yaradıblar, ey ağac. O xurma ağacına ki, onu asdılar, qollarını mismarladılar. Cəmaat yığışıb tamaşa eləməyə, qan itirə-itirə yavaş-yavaş zəifləyir. Deyir, dayanmayın, gəlin yaxına, fürsətdir sizə Mövlamdan danışım. Heyfdə adam əlini tanımayıb dünyadan köçən. Cəmaatı yığır, deyir, görürlər ki, mümkün deyil, dilini kəsib çıxardırlar. Görürlər, alınmır, mümkün deyil. Biz tapmışıq Həzrət Əlini əl çəkməyə ondan, əl çəkməsə o da bizə nəzər eləyəcək. Gedək qapısına israrla istəyək. Biz tez yoruluruq. Kumeyl gəldi, dedi ki, ya Əli, məl həqiqə. Suala bax, ya Əli, həqiqət nədir? Cavaba bax, mələkə vəl həqiqə. Dedi, Kumeyl, nə işin var sənin həqiqətlə filanla? Get, həyatı yaşa. Neyinirsən nədə həqiqət? Neyinirsən nədə həqiqət? Cavaba bax. Deyir, axı, sən səxavətlisən, Həzrət Əliyə deyir. Bizə bir səxavət ancaq qapıya gələn ehtiyacda pul verməkdir. Səxavət mərifəti də bölüşməkdir. Deyir, axı, sən səxavətlisən, mən fəqirəm, həqiqət bilmirəm nədir. Heyf deyil, mən həqiqətin nə olduğunu bilmədən dünyadan köçüm. Bəxş elə də mənə, bəxşiş ver mənə. Əvvələstu sahibə sirrik, yoxsa sirrü mənə etibar eləmirsən, Həzrət Əliyə deyir, əl çəkmir. Əmislükə tüxəyyib sailən, deyir, sənin kimisi ehtiyaclının qapısından qovar, belə-belə deyir. Başlayır Həzrət Əli danışmağa. Dilə gətirir Həzrət Əlini. Belə dilə gətirə bilərik. Sözünə müştəri axtarır, yoxdur deyə qəribdir, bugün də qəribdir. Neçə nəfər burada ona qulaq asan var? Gedək deyə danış bizdən. İnanın ki, qəlbimizə ilham eləyəcək. And olsun Allaha. Nə qədər alimlər görmüşəm, deyir, Həzrət Əli öyrədib mənə. Gedək qapısına, oturaq üzböz, elə bil danışaq onunla. Deyək ki, bizim sənə ehtiyacımız var. Deyir, əl-həqiqətu məhvul məfhum, məsəhvil məlum. Deyir, həqiqət bilsən nədir? Həqiqət budur ki, xəyaldan qurtarasan ki, o sənin üçün üzə çıxsın. Xəyal aləmindən qop ki, çox şeylər sənə məlum olsun. Kumeyl baxır, deyir, zidni bəyanən, az oldu, başa düşmədim. Biraz da artır, Həzrət Əliyə deyir. Deyir, əl-həqiqətu cəzbul əhədiyyə lissifətit təvhid. Deyir ki, həqiqət budur ki, əhəd olan Allah səni təkliyi ilə cəzb eləsin, ondan başqa heç nəyə görməyəsən. Baxasan, ancaq onu görəsən. Yenə soruşur, yenə cavab verir. İsrarla soruşur, yenə cavab verir. Axırda deyir, yenə deyir, həqiqət nədir? Deyir, həqiqət odur ki, pərdələri yırtasan, sirlər sənə aşkar olsun. Deyir, zidni bəyanən, yenə deyir, əlavə elə. Axırda nə deyir? Çox incə bir söz deyir. Zahirən baxırsan, başından eləyir. Deyir ki, ətfis sirac, fəqət tələəssub. Deyir, day, kumey, bəsdir. Başa düşmədin, çox bitdi. Çırağı söndür ki, sübh açıldı da. Axşamdan danışırlar, sübhdən sonra. Çırağı söndür, yəni da get yat. Deyirlər ki, amma bu da irfani bir nəsiyyət idi. Dedi ki, yəni öz çırağını söndür, sübhə qərq ol. Qarşımda dayanan sübhdür mənəm. Öz mənindən azad ol, hər şey sənə aşkar olacaq. Zahirən demək istəyir ki, yəni da danışıbla danışmaq şam yanır da.
Deyir də sübh açıldı, işığı söndür, get yat yəni. Bunun da içində deyir, irfan aşılır kumeylə ki, söndür çırağını, öz mən təkəbbürü söndür, mən sübhəm də. Mənə qərq ol, hər şey sənə aşkar olacaq. Özüm belə danışdım bugün Əli əleyhissalam haqqında ki, onun mərifət çeşməsindən sirab olaq, qəlblərimizə təsir qoysun. Heç vaxt dua eləmirlər ki, ilahi, son nəfəsimizdə Həzrət Əlini başımızın üstündə hazır elə. Bu düz dua deyil. Bilirsiniz niyə? Çünki deyir, mən yəmut yərəni, bütün ölənlər məni görəcək. Yəni, Həzrət Əlinin adamın başının üstünə gəlməyi hünər deyil. Kafir, mümin, kim dünyadan köçsə, Əli ilə görüşəcək. Amma bu nə üçündür? Yəni, Peyğəmbərin dini belə bir zirvə yetişdirib. Yəni, sən bununla müqayisə olunacaqsan. Bütün insanlar onu görəcək. Hamısı onu görəcək. Bəziləri deyəcək, heyf mən bunu tapmadım. Bəziləri deyəcək, heyf mən bunu tapıb sonra itirdim. Bəziləri deyəcək, heyf mən bundan uzaq düşdüm, lazımi şəkildə faydalanmadım. Hamı baxacaq o zirvəyə və özünü onunla müqayisə edəcək. Hamımız onu görəcək, amma qalıb necə görəcək? Allahdan istəyirəm ki, Allah son nəfəsimizə qədər, canımız çıxanda onunla görüşənə qədər əlimizi onun ətəyindən çəkməsin. Allah bu keçmiş bayramı, ən böyük bayram olan Qədirxum bayramını sizə, bizə, hamımıza, xalqımıza, müsəlmanlara mübarək eləsin inşallah. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əzzil əcəllil əkrəm və bihaqqı əmiril müminin, ya Allah, 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 ya Allah. İlahi əllərimizi naumid qaytarma.